Dostlar, pendir hazırlayıram pizza üçün, həm səhər yemək üçün, necə istəsəz. Kənd südüdür, yarım getirdi. Burada da tvarokdur. Burada da yarım kilo olar. Sonra limonun sokudur. Neredeyse 50 gram yağdır. Duzdur, bu da çayını sodadır. Süd isindi, tvaroku tökürəm. Şimdi süt isindikçe tvarokun düğümleri açılacak. Yarım tane de limonun sokunu döktüm. Dostlar, şorbun içinde temiz açılmalıdır. Görürsünüz, şor düğün olur o bile. Açılır, ama qaynamağa qoymuruq da, bir yerdə qaynamasın. Qaynayana yaxın götürməliyik. Dostlar, süzdüm. Temiz süzüldü. Tezdən boşaldıram qazana. Bu suyunu da atmayın xanımlar. Xəmir nə iş eləsiz, pirajki, nə bilim çörək nə eləsiz, yəni vura bilərsiniz. Koydum ocağa. Yağ əlavə elədim. Çayını soda. Çayını soda, yəni südün, tvarokun turşuluğunu götürmək üçün. Bu da tuz. Kim istəsə, yəni bunu parda da eləyə bilər. Mən ancaq qazın üstündə eləyirəm, vamxodda. Dostlar, bax, qaz bucağı yanmalıdır. Amma əlinizdən buraxmayın da, hardasa bir yarım saata qədər belə hazır olacaq. Bəlkə 20 dəqiqə belə. Yavaş yavaş hazır olur. Belki de bakın, görünü qəşəngdir. Bir 10 dəqiqədə qalsın, götürürəm. Dostlar, baxın, tək əlinlə yeyə bilərəm. Biraz da pişsin inşallah, sonra götürüb yığacağım qablara. Dostlar, hazırdır, baxın. Bunu qablara yığacağım.
Dostlar, bir kap dolu oldu. Bir de bunun yarısına. Şimdi koyacağım donsun. Göstereceğim size. Böyle gördünüz de necə gözəldir. 2'dən belə qap çıxdı. Dostlar, pendirim hazırdır. Baxın necə çıxdı. Baxın dostlar. Holland pendirinin birebir aynısı. Siz de hazırlayın. Ben de pomidor yumurta pişireceğim. Daha doğrusu pomidor pişireceğim. Bir de onun içinde koyup göstereceğim. Oğlum çok hoş diyor. Siz de hazırlayın. İnşallah nuş eləyin. Magazindən deyirsiniz, magazindən alırıq. Amma bilmirsən ki, tərkibində nə var, nədir. Amma belə təmiz, təbii, evdə özümüz hazırlayırıq da. Rahatçılıqla da uşaqlarımıza verə bilərik.